Yevlax rayonunda 13 il əvvəl qətl törətməkdə ittiham olunan Mingəçevir şəhər sakini 1988-ci il təvəllüdlü Cavid Seyidovun cinayət işi üzrə məhkəmə prosesi bu il başa çatıb. Telegrafın əldə etdiyi xəbərə görə hadisə 26 sentyabr 2012-ci ildə saat 21 radələrində Yevlax rayonunun Havarlı kənd qəbristanlığının yaxınlığında qeydə alınıb. Həmin dövrdə Rauf Qarayevi öldürüb, onun atası Eldarı isə yaralayıblar. Həmin dövrdə də bu cinayəti törədən mütəşəkkil dəstənin üzvləri Mehman Əmrahov, Xəyal Fərzanlı, Qasım Qasımov polis və prokurorluq orqanlarının əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində tutulublar. Onlar məhkəmə məsuliyyətinə cəlb olunublar. Lakin mütəşəkkil dəstənin üzvlərindən Cavid Seyidov cinayət məsuliyyətindən yayınıb, uzun illər axtarışda olub. O illər sonra hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən yaxalanıb. İstintaq araşdırması zamanı məlum olub ki, mütəşəkkil dəstənin üzvləri narkotik alveri ilə məşğul olub, onlardan biri narkotik alverçisinə onlara narkotik satmaması ilə bağlı hədə-qorxu gəlib. Bu münaqişədən sonra mütəşəkkil dəstə arasında mübahisə daha da kəskinləşib. Onlar Havarlı kənd qəbristanlığında görüş təyin ediblər. Kimin daha güclü olmasını nümayiş etdirmək istəyiblər. Görüş yerində isə ağır cinayət hadisəsi baş verib. Onun barəsində 120.2.2 xulqanlıq niyyəti ilə adam öldürmə, 120.2.4 xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə, 221.3 silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşahidə olunan xulqanlıq törətmək, 228.1 qanunsuz olaraq odlu silah, onun kompleks hissələrini, döyüş sürsatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə, 307.1 ağır və ya xüsusilə ağır cinayət hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət hadisəsi barədə xəbər verməmə maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cavid özünü qismən təqsirli bilib. O ifadəsində göstərib ki, şəkidə olan zaman Elgün ona zəng edib və harada olduğunu soruşub. Mingəçevir şəhərinə gəldikdən sonra stadionda Elgünlə görüşdüm. Hadisə baş verənə qədər mövzunun nə olduğunu bilmədim. Adam çox olduğuna görə də bu barədə Elgündən heç nə soruşmadım. Daha sonra Azər adlı şəxs maşınla gəldi. Mən, Elgün, Mehman və Qasım ilə birlikdə Havarlı kənd qəbristanlığına getdik. Orada çatdıqdan sonra həmin ərazidə başqa maşınların da olduğunu gördüm. Hadisə yerinə çatandan sonra Azər və Qasım maşından düşmədilər. Elgün və Mehman maşından düşdülər. Ancaq mən düşərək maşının yaxınlığında dayandım. Hadisə zamanı heç kimi hədələməmişəm. Hadisə yerinə çatıb maşından düşəndən bir dəqiqə sonra istintaq zamanı adını öyrəndiyim Eldar adlı şəxsin əlində avtomatla yaxınlaşaraq atəş açdığını gördüm. Elgün, Mehman və Eldar arasında mübahisə oldu. Amma kimin kimi vurduğunu və hansı xəsarətlərin getirildiyini bilməmişəm. Daha sonra maşına oturaraq Qasım və Azərlə birlikdə hadisə yerindən uzaqlaşaraq şəhərə getdim. Bir müddət sonra Elgün, Mehman və Elsəvərlə görüşdüm. Həmin şəxslər mənə Şəkiyə getməyi təklif etdi. Birlikdə Şəkiyə gəlib çatdıq. Mənim üstümdə biraz pul olduğu üçün Şəkiyə bircə gəldiyim şəxslər məndən onları Bakıya yola salmağımı istədilər. Mən də tanış adamın maşınına benzin tökərək həmin şəxsləri Bakıya yola saldım. Sonra qayıdaraq Gürcüstana getdim. Mənim bu hadisədən heç bir günahım yoxdur. Heç kimi öldürməmişəm deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Təqsirləndirilən şəxs bildirib ki,
onu hadisə yerinə Elgün çağırıb, amma nə məqsədlə ora getdiklərini bilməyib. Elgün məni dəvət edəndən sadəcə gəl görüşək dedi. Elgünlə Mingəçevir şəhər stadionunda görüşdüm. Elgün gələrək mənə otur maşına gedək dedi və getdik. Ancaq hara və hansı səbəbə görə getdiyimizi bilmədim. Mən, Azər, Qasım, Elgün və Mehman birlikdə maşına oturaraq Havarlı kənd qəbristanlığına getdik. Hadisə yerində maşın üzü yola tərəf dayanmışdı. Mən sürücünün arxasında əyləşmişdim. Elgün və Mehman isə məndən qabaqda olublar, deyə o ifadəsində göstərib. Təqsirlənilən şəxs bildirib ki, cinayət işi ilə tanış olan zaman adını öyrəndiyi Eldar adlı şəxsin əlində olan silahla atəş açdığını, Elgün və Mehmanla münaqişə etdiyini görüb. Daha sonra söyüşlər və güllə səsi eşidilib. Azərbaycanı tərk etdikdən sonra Elgün bu şəxslərə bildirib ki, desinlər hər şeyin səbəbkarı Cavid olub. Hadisədən 2 gün sonra Rusiyaya getdim. Mən Rusiyaya getməyi əvvəlcədən planlaşdırmışdım. Hadisədən sonra qəbristanlıqda qayıtmamışam. Hadisə yerində cəmi bir dəfə olmuşam, deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2023-cü il tarixli hökmü ilə Cavid Seyidov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs, onun müdafiəçisi apellyasiya şikayəti, dövlət ittihamçısı apellyasiya protesti verib. Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət və protest qismən təmin edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Cavid Seyidov Cinayət Məcəlləsinin 221.3, 228.1 və 307.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib. Cinayət məsuliyyətinin cəlb etmə müddəti keçdiyinə görə həmin maddələr üzrə ona cəza təyin olunmayıb. Bundan başqa, dövlət ittihamçısının Cinayət Məcəlləsinin 307.1-ci maddəsi üzrə ittihamdan imtina etməsi qəbul edilib. Cinayət Məcəlləsinin 307.1-ci maddəsi üzrə verilmiş ittiham ümumi ittihamdan xaric edilib. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb. Bundan sonra təqsirlənən şəxsin müdafiəçisi tərəfindən kassasiya şikayəti verilib. Şikayətlə bağlı Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə şikayət təmin olunmayıb.